Mən buradan Azərbaycan Respublikasının baş prokurorluğuna səslənirəm. Sonra isə korrupsiya ilə mübarizə xidmətinə. Necə deyim, bu işlərə Şirvan şəhəri, Köhnə şəhər adlanılan massivdə görülən işlərə, deyilən məlumatlara görə necə deyim, Bakı abadlıq işləri baxır. Şirvan şəhərinə də bu Elşən adlı şəxsi qoyublar, C-klass sürür. İndi elə yerlər var ki, ora qanunən dəyişilməlidir, dəyişmir, məbləğ oxuyur. Faktlar, sübutlarla danışıram. Elə yerlər var ki, necə deyim, orada səki qurulmalı deyil, necə deyim, səki qurur, çünki məbləğ oxuyur. Bax, bu da gedən iş. Baş prokurordur, mühəndisi kimdir, adı Elşəndir. Bu da onun gördüyü iş, baxın. Bax, səkini görün, nə günə qoyulur. Qabı daxil. Söz demək olmur. Buna tapşırıq verilir ki, işləri düzgündür. İndi elə obyekt var, onun qabağına yol açmağına 5.000, 3.000 pul alır. Bu da onun gördüyü iş. Özdə C-klass sürür. Bir səkini beləncik. Bax, bu da bir səkini beləncik. Bu formada, bu vəziyyətə qoyub. Bax, bura beton tökülməli idi. Bax, bu hissəyə beton tökülməli idi. Halbuki, necə deyim, bax, buradan yol var. Lazımı gələrsə bu çayçıya buradan yol var. Amma bura beton tökülmədi. Saxlanıldı. Nəyə əsasən, Elşən bəy, nəyə əsasən bu yeri saxlamısınız? Çünki burada məbləğ oxunub. Bu beton hansı əsaslara düzgünlüyü verir? Bax, bu da tökülən beton. Bax, bax. Görün piyada səkisi nə günə qoyur o. Dövlət bu səkiyə nə qədər pul ayırıb. Görün ki, bayaqları gördünüz. Betonu bax, bu torba ilə tökürlər. Baxın. Bu boru ilə beton tökürlər 21-ci əsrdə. Bura hansı qurum baxırsa, dövlət qurumu baxırsa, bu qədər məbləğ ayrılıb. Görülən işlər sıfır. Və qanundan kənar işlər də görülür. Qanundan kənar məbləğlər yeyilir. Faktlarla, sübutlarla danışıram. Kimlər üçün pulla iş görülüb, həmin şəxslərin adını, soyadını da bilirəm, həmin obyektləri də tanıyıram, həmin mənzilləri də tanıyıram. Hamısının səbəbkarı bu mühəndis Prorab Elşən bəydir. Bu Köhnə şəhərdə nə qədər qazi ailəsi, necə deyim, şəhid ailəsi, həmçinin veteran ailəsi nə ilənsə bağlı müraciət edib ki, zəhmət olmasa burada şifr vurunda, halbuki palojna da, ora şifr düşməlidir. Şəhid qazi müraciət edir, işə məsuliyyətsiz yanaşırsan,